Herkese salam, hər vaxtınız xeyirli olsun. Yenə bir şeir çağında, bir şeir vaxtında, hər kəsin şeirməyə gələn vaxtında mən sizin üçün anamla birlikdə gəldim. Sana şeirməyə gəlir. Bir dəqiqə Heç tamam şeirdən xoş gəlmir, şeirməyə gəlir. Yox. Böyük istəkləri nəzərə alaraq Instagram, TikTok DM'lərdən yazırlar yəni ki, ananla şeirdir, könlümüz şeir istəyir. Anandan şeir çəkək. Ananın canından bir şeir çəkək. Ana şeir bıraxan da, ona görə şeir çəkən da. Ona görə sizi nəzərə alıb anamla birlikdə. Mən kimə demişəm ki, mən şeir bıraxıram? Bu günləri böyük ustad, hər kəsin sevimlisi, görkəmli şair və dahi usta Chuck Norris'a müraciət eləmişəm. Chuck Norris'in başında, Chuck Norris'in şeirləri nə daxı? 65-65 şeirlərdir, bambılı. Uşaqlar da qulaq asır. Qulaq asdın da, gör fərli başda deyil. Elə demədən, mən indi bunu başlanım. Tapsa biz nə edəyik? Heç nə edəcəm? Mərd tapacaq. Yox, necə bir polisə ver tapacaq sənə. Yeri. Mən belə deyən kimi sən də onu əlbə qoy belə qalmısan, laftan necə, Chuck Norris'i onu çox sevirəm. Belə demədi, olmaz o xain, bu şair adam. Sevmirəm. Göstərsin tapsın mənə. Bəs də təzədən başlayıram. Mən sənə deyən kimi sən əlbə belə qoy, Chuck Norris'i çox istəyirsən də. Hər kəsin sevimli şairi, anamın da çox sevdiyi ustad, dahi. Chuck Norris'in çox Mən nə deməmişəm axı. Chuck Norris'in şeirinə müraciət eləmişik. Anam həmişə deyir ki, Chuck Norris mənə çox şey verib. Küs sən boş ver. Chuck Norris mənə nə şey verib? Hansı ki, cəmaat nə başa düşər? Chuck Norris buna şey verib, çox verib. Nə verib? Nə verib Chuck Norris mənə? Chuck Norris mən özü görmüşəm. Sən yalan günün şeirlərindən deyirsən orada Chuck Norris mənə şey verib. Poxuymuşam, mən Chuck Norris'i görürəm ki, şeir də almamışam. Yox, anam ondan elə yox, deyir qidalanmışam Chuck Norris'dan. Nə? Nə qidalanmışam? Nə qidalanmışam ondan? Qidalanmışam. Elə bir əmmişəm Chuck Norris'i, nə eləmişəm? Bu nə baxı? Qidalanmışam ondan, nədir? Chuck Norris mənə şey verib. Şeirimi diktər, Chuck Norris şey verib. Ana, belə yox, çox şey verib, çox. Mənə şeydən vermir, dərsi onun şeydən dəbəsinə. Chuck Norris'in şeyinə qalmışam mənə. Hər kəsin sevimli şairi, bizim də ailənin ən çox sevimli şairimiz. Bizim ailədə hamı Chuck Norris'in ürəyi xarab olur. Çox şey verib bizə. Şey yansın onu. Ana, elə yox. Onun ailəsi bizi tapar. Hatta onun ailəsi yox. Bəs də. Chuck Norris ailəsi, Chuck Norris kim olarlar? Şey verib bizə, yox. Biz indi hal-hazırda sizin üçün Chuck Norris'dan üst-üstə gəldim şey nə demək? Chuck Norris'dən üst-üstə gəlmişəm mən. Mən gəlməmişəm üst-üstə. Gözdə də şey. Üst-üstə nə daxı bir ədəb edib ki, Chuck Norris'dən üst-üstə gəldim mən. Chuck Norris. Bir ədəb daxı. Chuck Norris'dən üst-üstə gəldim. Mən Chuck Norris üst-üstə nə gəldin? Ana, elə deyil. Mən üst-üstə şeiri demirəm. Ana, Chuck Norris'in adını çəkmirik. Sadəcə desən ki, üst-üstə gəldim mən. Üst-üstə gəldim. Nə ilə gəldim üst-üstə? Onu bir yerdə deyirik də. O da ayıb, yaxşı şey deyil üst-üstə gəldin. Yox, deyirəm alt-üstə gəldin. Başlayırıq. Mən üst-üstdən deyirəm. Əgər pis getdi ortada var, o məndən incimə. Allah and olsun çörərəm sənin baş aşağı. Hə, yaxşı, buyur. Mən deyirəm sənə. İndi üst-üstə gəldim deyirəm, üst-üstə getdi. Yox, üst-üstə gəldim mən. Üst-üstə. Üst-üstə gəldim üçün. Yox, şeir belədir, üst-üstə gəldim. Üst-üstə gəldim mən, üst-üstə, üst-üstə. Səninlə qarşılaşanda ilk baxışdan gördün üst-üstəyi. Yox. Bəs də. İlk baxışdan üst-üstə gəldik biz, üst-üstə. Kimlə Chuck Norris'lə gəlmişəm üst-üstə. Gəlirsən şeir deyirlər. Bu necə şeir axı? Üst-üstə gəldim, üst-üstə. Gəlməmişəm axı üst-üstə. Sən yox, şeir belədir. Şeiri yaşamamısan ki. Allah. Biz ciddiyyətimizi qoruyaq, ciddiyyətimizi qoruyaq. Birinci əllərinə baxdım, sonra gözünə. Kimin Chuck Norris'e? Ana, yox. Üst-üstə mən. Üst-üstə gəldim mən. Üst-üstə gəldim, üst-üstə. Yad idin mənə, həmin baxış, həmin duruş. O yad baxış içində bir titrəyiş yaratdı. Üst-üstədən bir kəlmə deyil. Hadi. Üst-üstə gəldim, üst-üstə. O üst-üstədən kəlmə bir kəlmə deyil orada. İçindən çıxsın biləcək. O an içimdə bir quş kimi təlaş, uçmaq istəyən, lakin qanadı olmayan. Üst-üstə gəldim, üst-üstə. Üstdən dinə bir dənə də, qabaz gələcək başıma. Həmin an bir yad idik bir-birimizə. Allah'ın əkbər. Necə yad baxış idi.
Bir də Üst üste geldim kızım üst üste. tanımırdıq biz bir-birimizi indi. Tanımırdık birbirimizi üst üste geldi, üst üste geldi. Tanıma teriminizi üst üste geldi biz. Əfsuslar olsun ki, indi mən sənin adını düz deyə bilmirdim. Sən osanmı? Həmin Kamil. Kamil, üst üste görmüşsün Kamil'i benimle. Yox, belə yox da yəni. Kamilliyə ərdinmi? Kamil. Üstten bir söz değil. Ha sən deyəndə. Üst üste geldim, üst üste. Üst üsteden bir kelime dedi orada. Görün belki şehir bundan gelir. Mənim adım nə idi? Hə. Xatırlaya bilməyirəm. Çöhrəm idi? Nə idi adım? Adam burada Dinə. birbirinin üstte bir şey yoktu. Hə, dinə. Üst üste geldim, üst üste. Allah kıvracağım sana. Mənə nə deyirlər indi? Aşiqmi? Kamil diller sana. Kamil aşiqmi? Kamil sevgilimi? Evet. Kamil qadınmı? Yok, kadın Dinə, değil dana. Kamil. Kamil'e kadındı. Üst üste geldim Kamil. Üst üste geldim ben, üst üste. Taş düşsün çaknırırsın başına. Əziziyəm, bu da bu. Sarı tellər bu da bu. Kızı üstten bir şeydi de ha. Yanımdakı anamdı. Etiraf edirəm, bu da bu. Üst üste de kızım, üst üste. Ne üstü? Kamil üstte değil, bu da. Ay yox, ey yox. Çaknırız Kamil'in üstünde de. Ana bəsdir də. Əziziyəm, sarı məni. Sar telinə. Bir dakika gözlü bir dakika. Bayatı değilsen sen. Ben bayattan hoşum geldi, ağlamanı istedi. Ama bu ciddi bayatıya düşeyim. Üst üste de bir şey gelemedi Sən ortaya. deyən də aynen. Üst üste geldim kızım, üst üste. Sen bayatı değilsen, şehirde. Sar telinə, sarı məni. Aha. Dinə. Üst üste geldim, üst üste. Mən səndən ayrılmazdım. Sarıdılar, sarı məni. Böyle demirler, ile zulüm ile ayırdılar. Üst üste kızım, üst üste. Üsteden bir şey değil mi dede? Akma kızım. Əziziyəm, üst üstə. Aa şükür Allah'a tıktı akır üstüne. Ayaq üstə, üst üstə. Ha, ayak üstte, üst üste. Üst üste kızım, üst üste. Uzanan yerde de ayak üstte dur. Dayandırdı yolda məni. Üst üste. Yarım üzü üstə məni. Üst üste, üst üste, üst üste, üst üste kızım. Və bu dərin şeiri bir poeziya axşamına çevirən anamdan çox rica edirəm ki, ana, sənin o üst üstə deməyin şeirə bir mənəviyyat. Oo, ben çok mənaviyat kattı üst üste. Bilmedi ana çıkmıştı üstte. Yoksa çaknır çıkmıştı üst üste. Hiç üst üsteden bir şey gelmedi. Ben bu şeyden bir şey anlamadım. Anladıysam Çünki ne hoş size. dərin bir fizioloji mənası var idi şeirin. Fizyolojiye getir çıktıcı. Anam şeirin içində öz qabiliyyətini itirdi. Oh, Allah uzak olasın. Kabiliyetimi niye yitiririm ben? Çıkmışım üst üste. Anam şeirə bir vergi verə bilmədi. Şeir anama elə bir sanki bir yerindən girib, Oh. bir yerindən çıxdı. Şöyle baş. Akarda pokladın koydun içine. Anan rahatsanmı? O çok üst üste dedim yetim düştüm ya ben yaxşı oldu. Mən də anamın timsalında, anamın ağzı ilə deyirəm ki, Benim ağzımla neyse değil cidin kızı git. Ben öz ağzımla danıştım. Üst üste gidip pok koydu sen diye benim ağzımla danıştım. Benim ağzım öz ağzımla danıştım. Benim ağzım hiç kızın açın danışma. Ha. çünki qızı olaraq buna mənim haqqım var. Anamın ağzı ilə demək istəyirəm ki, Onun ağzı yoktu. Değil ne demek istedim. Dilen görüm ne diyeceğim. ona sən də təşəkkürünü bildir. Teşekkür ederim. Neye? Kime? Üst üste ya. Yoxsa cəmaata. Cemaat teşekkür ederim. Kulak astığından çok teşekkür ederim de. Aslılar da şey. O. Ne tez? Teşekkür ederim astığınıza göre. He, üst üste ya. Nə astılar? Ben ne bileyim ne astı? Dizi astılar. Kime astılar? Sakın öyle astılar. Hər kəsə təşəkkür edirik şeirimizi Sağ ol. dinlədiyinizə görə. Rəhçim Çox ders sağ olun. var. Çox sağ olun. Çok sağ olun. Gələn, Dinlediğinize göre bize çok sağ olun. gələn görüşlərə qədər hələlik.